Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün evdə artıq qalan mürəbbə suyundan olduqca ləzzətli, ağızda yağ kimi əriyən peçenyalar hazırlayacağım. İnanın xanımlar, o qədər ləzzətli alınır ki, süfrəyə qoyulduğu an bitəcək. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 2 ədəd yumurta sarısının birini üzəri üçün götürürəm. Yarım stəkan şəkər tozu, 1 ədəd vanilin, eləcə də 1 cimdik duz əlavə edib çırpıcı ilə qarışdırıram. Ərzaqların miqdarını yenə də videonun alt bölümündə qeyd edəcəyim. Daha sonra 1 stəkan duru yağ, eləcə də 1 stəkan mürəbbə şirəsi tökürəm. İstədiyiniz mürəbbə şirəsindən istifadə edə bilərsiniz. Sonda isə unu əlavə edirəm. 2 stəkan unu töküb çırpıcı ilə qarışdırıram. Daha sonra çırpıcını bir kənara qoyuram və unun qalan hissəsini də əlavə edib xəmir yoğururam. Onun üzərinə 1 çay qaşığı qabartma tozu tökürəm. Bu xəmir üçün 200 ml stəkanla 5 stəkan undan istifadə etdim. Unu az-az əlavə edirəm. Unlar fərqli olduğu üçün az və yaxud da çox gedə bilər. Belə bir yumuşaq kövrək xəmiri alınır. Xəmiri kənarda 15-20 dəqiqə gözlədirəm. Peçenyaların içərisinə qoymaq üçün çiyələk mürəbbəsindən istifadə etdim. Zövqə görə hər hansı bir mürəbbədən, yəni tumsuz mürəbbələrdən istifadə edə bilərsiniz. Xəmirdən götürüb kündələyirəm. Əlimlə birazca yayıb içərisinə çiyələyi yerləşdirib bükürəm. Daha sonra isə yumurlayıb soba listinin içərisinə yığıram. Xəmir əlinizə yapışarsa, biraz əlinizə duru yağ vursaz, asanlıqla kündələyə bilərsiniz. Əgər tünd rəngli mürəbbə şirəsindən istifadə etsəz, bu zaman peçenyaların da rəngi biraz tünd alınır. Mən gilas mürəbbəsinin şirəsindən istifadə etdim. Xəmirin hamısını bu qayda ilə kündələyirəm. Daha sonra 1 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı duru yağ əlavə edib qarışdırıram və kündələrin üzərinə çəkirəm. Yumurtanın üzərindən isə üyüdülmüş qoz ləpəsi əlavə edirəm. Daha sonra peçenyaları əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirirəm. Əziz xanımlar, artıq mənim peçenyalarım bişib hazırdır. Həm dadı, həm görünüşü olduqca ləzzətli peçenyalar alınır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, resepti yaxınlarınızla bölüşməyi və mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.